Salam uşaqlar. Bugün sizə Aynura Həmidovanın 2025-ci il adjektiv mövzu sınağının izahını verəcəm. Biz nə öyrənmişdik? Öyrənmişdik ki, açar sözü olan among hansı dərəcənin açar sözüdür? Üstünlük dərəcəsinin açar sözüdür. Üstünlük dərəcəsi among, ona görə üstünlük dərəcəsi verəcək burada. Məsələn, üstünlük dərəcəsində nə olacaq? Z və ST. Əgər sözümüz bir hecalıdırsa, onun qabağında most işlədə bilmərik. Düzdürmü? Bu zaman nə edəcəyik? Həmin o bir hecalı sözə est artıracağıq. Z, est. The tallest girl. Çünki tall sözü bir hecadır. Qabağına most yaza bilmərəm. Most çox hecaların qarşısında yazılır. Sonra enough nə idi? Enough adi dərəcə ilə işlənirdi. Düzdür? Bir dənə burada adi dərəcə var. Strong. Gəldik bura. Zen var. Müqayisə dərəcəsi istəyir. Sweet. 2 dənə sait olmasına baxmayaraq səslənəndə bir saitdir. Sweet. Ona görə artıracam ona sweetə axtarıram. Sweetə və yaxud da much sweetə eyni şeydir. Çünki much mütləq ki müqayisə dərəcəsi almalıdır. Tək sweetə də yazsanız düzdür, much sweetə də yazsanız düzdür. Çünki much görsəniz ya er, yəni er şəkilçisi ya da more yazmalısınız. Əgərlərim çox hecalı söz gələrsə, more verəcəksiniz. Və hansı dərəcədir? Üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi sifətdirsə, əlbəttə ki, the most exciting. Exciting çox hecalı olduğu üçün most və sifətin üstünlük dərəcəsi z ilə düzəlir. Mütləq z yazmalıyıq. Gəldik bura. Quite adı dərəcə istəyir. Ona görə quite simple. Task heç bir göstərici yoxdur. Və sayılan tək isim varsa mütləq article verməliyik. Ona görə D variantı doğrudur. Heç bir dərəcə göstəricisi yoxdursa, çox zaman adi dərəcə götürürük. Bəzən digər dərəcələri verə bilərik, amma cümlədən asılıdır. Sonra biz nə demişdik? Demişdik ki, harada söz önü var, orada da üstünlük dərəcəsi veririk. Üstünlük dərəcəsi cold sözü bir hecadır, est artırırıq, qabağına z yazırıq, çünki o sifətdir. As hansı dərəcədir? Adi dərəcədir. Exciting. Apostrof s, my, his, her və s. təyin edicilər varsa, üstünlük dərəcəsi olsa da z artiklını işlədə bilmərik. Çünki zaten bir təyin edicimiz var. İkinci təyin ediciyə ehtiyac yoxdur. Ona görə B variantı. Gəldik bura. Nə var? Zen var. Hansı dərəcədir? Müqayisə dərəcəsidir. A little hansı dərəcəsidir? Dərəcə istəyir bizdən. O da müqayisə dərəcəsi istəyir. Ona görə our house is smaller than yours, but I think the garden is a little bigger. Aldıq burada A cavabını. Gəldik bura. Üstünlük dərəcəsinin açar sözü var. Ona görə prettiest. Deyəcəksiniz müəllimə, axı pretty 2 hecadır pretty. Amma sonunda nə var? Y var. Y sözünü sadəcə belə əzbərləmişdik. Yerovli bütöv bir söz kimi. Sözün sonunda bu hərflər varsa, hərf və hərf birləşməsi. Neyinirik? Bir hecalı kimi dərəcələndiririk. Ona görə yox, burada most ola bilməz. Bir hecalı kimi. The prettiest olacaq. Gəldik bura. Bir saniyə. Deməli, and var burada. And olan yerlərdə. Sen de ben için asan başlayayım. Sakit yan, oldu balam. Deməli, uşaqlar, harada bu bağlayıcı var, bunun sağı da, solu da eyni dərəcə olmalıdır. Və burada zen varsa, demək hər ikisini müqayisə dərəcəsi seçəcək. Taller və də stronger. John was taller and stronger than his brother. Gəldik bura. Enough hansı dərəcədir? Adi dərəcə, ona görə bir dənə adi dərəcəmiz warm var. As adi dərəcə, much isə ya eralar, ya da moralar.
Ona görə as-dən adi dərəcə işlədirəm. Muchda da more var deyə müqayisə. Gəldik bura. To adi dərəcələr. Demək ki, and'in sağda solda adi dərəcə olacaq. Tired, weak. Aha. Gəldik bura. Than var, müqayisə dərəcəsi. Müqayisə dərəcəsi çox heca olanda qarşısına sadəcə more yazılır. Bura artırılmır. Çünki sözümüz zaten çox hecalıdır. Gəldik bura. Runner. Sadə bir isimdir. Ona görə quick. Dərəcə lazım deyil. Çünki heç bir dərəcə göstəricisi yoxdur. So as isə özündən qabaq adi özünün arasında adi dərəcə alacaq. He is a quick runner. She is not so quick as him. Gəldik bura. Aha, in the world hansı dərəcədir? Üstünlük dərəcəsidir. Üstünlük dərəcədə dangerous uzun söz olduğu üçün, çox hecalı olduğu üçün ona est artıra bilmirəm. Neyinirəm? Qarşısına most yazıram və sifətin üstünlük dərəcəsində mütləq z olmalıdır. Bəli. Gəldik bura. Than var, müqayisə dərəcəsidir. Demişdik ki, tidy y ilə qutarır. Yəni sonu bu sözlərlə hieroqliflə yazırıq, həmişə yadımızda qalsın. Bitən iki hecalılar, tidy, iki hecalı sifətlər dərəcələrində bir hecalı kimi olur. Yəni er-ə keçir. Gəldik, tidy-er. More tidy olmaz, çünki bu da dərəcədir, bu da dərəcədir. İki dənə dərəcə yanaşı gəlməz. Much isə mütləq ya er olar, ya da more olar. Gəldik bura. Aha. Fruit is for your health, kəndi. Burada than varsa, than kəndi. Yəni şirniyyatdan başqa şirniyyata nisbətən mənasında. As kəndi olsa şirniyyat kimidir. Deyə bilməm şirniyyat kimi daha. Deyə bilərəm ki, şirniyyatdan daha yaxşıdır. Better than. Better hansı dərəcədir? Good'un müqayisə dərəcəsidir. Amma bu necə sifətdir? Qaydasızdır, kökdən dəyişir. Çünki good deyir deyə bir şey, hətta belə bir şey yoxdur. Səhvdir. Better olur, good sözü. Gəldik bura. Very hansı dərəcə alır? Adi dərəcə famous. Gəlirəm. Is not. Enough özündən qabaq sifət alar. Zərf almaz. Çünki burada to be var. To be özündən zərf almır. Enough mütləq sifətdən sonra işlənər. Öncə işlənməz. Good enough da düz variantı bad enough da. Görə tərcümə elə. Your knowledge of English is not. You should improve it. Improve yəni inkişaf etdirmək. Ona görə deyir ki, yetərincə yaxşı deyil, is not good enough. Çünki burada deyir ki, onu inkişaf etdirməlisən. Bəli, tərcümə də etmək lazımdır. Than var, müqayisə dərəcəsidir. Müqayisə dərəcəsində nə etməliyik? Bəli, dərəcə verməliyik. Less little'ın dərəcəsidir. Little isə sayılmayan isimdən işlənir. Burada isimimiz cəmlənib, demək sayılır. Variantlar çıxdıq. Little adidir. Less onun dərəcəsidir. Many adi dərəcədir. Amma bizdə than var. A few adi dərəcədir. Bizdə than var. Qaldı few. Çünki few mütləq ki cəm isimlə, sayılan cəm isimlə işlənməlidir. Burada er qoyuruq. Niyə? Çünki than var. Müqayisəsi var. Gəldik bura. Evet. In the world nə deməkdir? Burada müqayisə verir. Bu, yoxsa bu. Ona görə mən müqayisə edəcəm. Baxmayacam bura. Çünki ikisindən müqayisə verin, baxın mənə. Və popular 3 hecadır. Much mütləq ya more almalıdır, ya almalıdır. Bunlar adi dərəcədir. Verə bilmərəm. More popular mütləq burada isim gəlməlidir. Çünki isim istəyir. Yəni bu boşluqda isim olmalı. Most da üstünlük dərəcəsidir. Niyə vermirəm? Çünki burada müqayisə verib. Ona görə həm bir cümlənin içərisində həm müqayisə, həm üstünlük varsa, üstünlüyü seçməyəcəyim, müqayisəni seçəcəyim. Gəldik bura. Sadəcə train.
Çünki hər yerdə dayanır. Ona görə slow train. Dərəcə də yoxdur burada. Gəlib burada. Chair. There were many chairs in the room. I sat in. Axtaq görəkdir, otaqda çoxluğu var idi. Yəqin ki, mən ən rahatında əyləşdim, düzdürmü? Ən rahat olacaq, rahat, comfortable olduğu üçün dərəcəsi qarşısında yazılır və sifətin dərəcəsi mütləq Z olmalıdır. Burada nə var? Zən var, yəni müqayisə edirəm. Müqayisə olmalıdır. BC və yaxud da worse əgər pis mənası verirsə. Müqayisə deyil, üstünlükdür. More özü bir dərəcədir. Digər iki dənə dərəcə yanaşı gəlməz. Gəldik bura. The flat was not big. Sifətdir. Sifət özünə sonra boşluq veribsə mütləq ora enough yazmalıyıq. Çünki mütləq sifət varsa ondan sonra enough. Bəs to özündən sonra sifət alırdı. Too big olardı. Amma boşluq veribsə, sifətdən sonra boşluq veribsə mütləq enough. Gəldik bura. Evə və bitmiş zaman evə varsa üstünlük dərəcəsidir. 2 dənə dərəcə yanaşı gəlməz. The strangest olmalıdır. Gəldik bura. 36. Gave us. Burada heç bir tapşırıq yox. Dərəcə göstəricisi yoxdur. Task sayılan tək isim olduğu üçün mənə mütləq artikel lazımdır. Deyəcəksiniz, Məhəmməd, dərəcə yoxdur. Niyə more verdik? Demişdim sizə ki, bəzən seçim olanda dərəcə göstərməsə belə düzgün variantı tapmaq üçün task sayılan tək isim var. Mütləq artikel verməliyik. Ona görə dərəcəlini seçə bilərik. 3, 4 variant neçədir bu? 36-da iyi. Gəldik bura. Adjective istəyir. Adjective nədir? Yəni sifətləri tapaq. Sifətləri tapaq. Axtaraq. Fable. Burada able görüb də düşünməyin ki, yəqin ki, onun şəkilçisidir. F deyə bir söz yoxdur ki, ona şəkilçi qoyaq. Fable təmsil deməkdir. Çıxdım, bu isimdir. Terrible, dəhşətli, incredible, inanılmaz, sensible, ağlı, düşüncəli deməkdir. Seçdim bunu. Regular, bega isimdir. Exciting, carving, amusing, carving isimdir. Qaldı electronic, dramatic, basic. 37-də Y variantı olmalıdır. 2 və 5. Gəldik bura. Deyir ki, insanların pozitiv keyfiyyətlərini tapın. Pozitiv keyfiyyət axtaraq. F-yə less. Less sızsız, susuzdur. Yəni, qorxusuz. K-yə less, qayğısız. Qayğısız pozitiv bir şey deyil. Optimistik doğrudur. Pessimist insan, optimist şən, yaxşı tərəfdən baxan, pessimist isə hər şey pis tərəfdən baxandır. O da düzgün variant deyil. Gəldik bura. Industrious. Industrious çalışqan, çoxlu bir iş ürətən türklər demiş. Yəni, necə bir insan ürətici, çalışqan, sonra sakit durun. Ama Ders video yazılır. Bir daha sakit durun. Oldu bu çalışqan, oldu bu optimist, oldu bu qorxusuz. Capable bacarıqlıdır. Incapable bacarıqsızdır. Bu görə düzgün variant 38-də A olacaq. Gəldik bura 39-a. Yaxşı dost olmalıdır. Necə? Səxavətli. İn olmasaydı sinsiyə səmimidir. İn varsa qeyri-səmimi olacaq. Rude, kobud da olmaz. Sadiqdir. Ziyanlı deyə bilmərik. Ona görə qaldı 1 və 4. Gəldik 39, 40. Az qalıb bitirib indi danışacağım. Zən var. Zən olan yerlərdə hər ikisi eyni dərəcə olmalıdır. Uşaqlar, hər ikisi eyni dərəcədir və burada isim var. İsim varsa dərəcənin qabağında mənə E lazımdır. Artikel. 1. Hər ikisi eyni dərəcə olmalıdır. Və zən olanda müqayisə. Hər ikisi eyni dərəcə, zən olub və artikel. Burada ikinci eyni yazmağa ehtiyac yoxdur. E qalır. Ənddən qabaqda 2 dənə eyni dərəcə, əndin sağı, solu və burada da E yazmalıyıq. Artikel 2 dəfə təkrarlanmır.
Bu da həminki kimi. Həminki kimi olacaq. Bəli. İkisi də eyni boy var və üstünlük dərəcəsi var. Üstünlük dərəcəsində bizdə yenə artikel bir dənə qalır. İkinci tərəfə sağı solu eyni dərəcə olur. Artikel bir dəfə təkrarlanır, 2 dəfə yox. Çünki bir dənə hissimiz var burada. Yenə müqayisə verir də bu, yoxsa bu, Jane, yoxsa Kate. Yəni, müqayisə olan yerlərdə nəyə baxırıq? Tayet sifətdir. Nə verməliyik burada? Müqayisə edir. Hansı daha yorğundur? Mo, tayet. 2 hecalıdır. Tayet. Ona görə çox hecalı kimi götürülür? Ona görə olacaq. Mo, tayet. Və salam. Tü olmaz. Adi dərəcə istəyir. Morla eyni dərəcədir. Maç mütləq ya ya da mor almalıdır. Fastest ümumiyyətlə Z olmalıdır burada. Həm də ki, üstünlük dərəcəsi bizə lazım deyil. Bu qədər.